Bismillahirrahmanirrahim. Sual bundan ibarətdir. Ramazan ayı gecəsində qüsul və ya təyəmmümdən heç biri üçün vaxtı olmayan şəxs özünü cünub edərsə, yəni boynuna qüsul gətirən bir iş görərsə, onun hökmü nədir? Ayətullah Sistaninin və İmam Xomeyninin nəzərinə əsasən, belə bir şəxsin orucu batildir, qəzası və kəffarəsi də vacibdir. Ayətullah Məkarim Şirazinin nəzərinə əsasən isə, belə bir şəxsin orucu işğallıdır, ehtiyata əsasən qəza və kəffarə də yerinə yetirməlidir. Növbəti sual bundan ibarətdir. Əgər bir şəxs sübh azanı yaxınlaşana qədər bilərəkdən qüsul etməzsə və sübh azanından qabaq təyəmmüm edərsə, onun orucunun hökmü nədir? Demək olar, fəqihlərin hamısının nəzəri bundan ibarətdir ki, belə bir şəxsin orucu səhihdir, yəni düzgündür, baxmayaraq ki, bunun etdiyi əməl günahdır.